Cəlilabadda 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş budo döyüş növləri üzrə seminar və kəmər imtahanı keçirilib. Tədbirdə ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əsas məqsəd gənclərin vətənpərvər ruhda yetişməsini təmin etmək və idmançıların fiziki və mənəvi hazırlıqlarını artırmaqdır. Seminar zamanı iştirakçılara Sabaki Jitsu karate döyüş növünün texniki və taktiki xüsusiyyətləri barədə ətraflı məlumat verilmiş, praktiki məşğələlər təşkil olunmuşdur. Sonda isə uğur qazanan idmançılara müxtəlif rəngli və dərəcəli kəmərlər təqdim olunmuşdur. 9-cu gün Narıncı Kəmər Mehdizadə Rövşanə. Bu gün bizim üçün çox önəmli bir gündür. Həm keçiriləcək seminarda bizə yeni biliklər qazandırır, həm də kəmər imtahanında bizim zəhmətimizin bəhrəsini görməyə kömək edir. Eyni zamanda da idmanla məşğul olmaq təhsil əzələlərin bərpa etməsi deyil, eyni zamanda da nizam-intizamdır. Bu isə gündəlik həyatda bizə çox önəm göstərəcəkdir. Yəni mən onu demək istəyirəm ki, idmanla məşğul olduqdan sonra da dərslərimi daha yaxşı oxuyuram. Bir sözlə idman və təhsil arasında yəni heç bir fərq olmamalıdır. İdmanda oğlan-qız fərqi yoxdur. Oğlan və qızlara kimi idmanda sözünü deyib və deyəcəklər. Mən sadəcə bunu xanım idmançı və özümə nümunə göstərirəm və sadəcə də necə deyim, məşq yoldaşlarıma seminarda, kəmərdə uğurlar arzu edirəm.